Digər tərəfdən ölkə çempionatındakı rəqabətsizlik də bu mənzərəni dadsız-duzsuz edir. Sabah və Neftçi kimi 20 milyon manatdan artıq büdcəyə malik klublar böyük transferlər və iddialı layihələrə baxmayaraq Qarabağ real təhlükə yarada bilmədilər. Sanki digərləri müvəqqəti layihələr qurarkən köhlən atlar davamlı sistemin nəticəsini yaşayırlar. Əlbəttə bu da Azərbaycan futbolu üçün düşündürücüdür. Rəqabətin olmaması bir komanda üçün üstünlükdürsə də ümumi futbol mühitinin və elə həmin çempionun inkişafına əngəl ola bilər. Qarabağ illərdir eyni sistem, eyni fəlsəfə və eyni rəhbərlik altında stabil nəticələr verir. Rəqiblərsə ya bu modeli təkrarlaya ya da yeni bir yol tapa bilmirlər. Bu çempionluq digərləri kimi tarixə yazıldı. Amma fərqi ondadır ki, bu dəfə artıq heç kim Qarabağın çempionluğunu qeyri-adi bir hadisə kimi qəbul etmədi. Və bəlkə də bu klubun ən böyük uğurudur. İndi isə Qarabağın qarşısında yeni bir missiya dayanır. Klub təkcə ölkə daxilində dominant olmaqla kifayətlənmir. Adam təmsilçisi qarşısına Azərbaycanın Avropadakı futbol təmsilçiliyini daha yüksək mərhələyə daşımağa məqsəd qoyub. Bu sadəcə idman uğuru deyil, həm də zəfərə bürünən Qarabağ adının Avropa səhnəsində daha möhkəm şəkildə tanıdılması baxımından bir simvolik məsuliyyətdir.